Ne teryan oynamırlar ha? Ay, niye oynamırsınız? O ışıkları hələlik söndürün. İndi oynarlar. O, cəmi 41 il yaşasa da, Azərbaycan kinosunda, teatrında, radio və televiziyasında silinməz izlər qoydu. Möhtəşəm səsi, unudulmaz gülüşü və dərin baxışları ilə seçilən aktyor Səməndər Rzayev. Ay cemaat! Bu kino ki var, bu çok qəliz məsələdir. Həm gəlizdir, həm də ki vacib. Bax, bu kino zəhmətkeşləri durub oradan gəliblər bura bizim yanımıza. Ay, gəliblər bizi çəksinlər kinoya. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir. Ay, bu toydur, burada neynəmək lazımdır? Oynamaq! Oynamaq lazımdır. O, 1945-ci il yanvarın 2-sində Ağsuda anadan olub. Çoxuşaqlı ailənin son beşiyi idi. Anası onu sevə-sevə Səməni deyə çağırardı. Ailənin maddi vəziyyəti çətin olduğu üçün Səməndər uşaqlıq illərindən işləməyə məcbur qalır. Məktəb illərində isə o artıq fərqlənməyə başlamışdı. Kütləvi tədbirlərdə, dram dərnəklərində aktiv iştirak edirdi. Hətta məktəbdə ona aktyor ləqəbi vermişdilər. 1964-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Burada o, Rıza Təhmasib, Mehdi Məmmədov və Adil İskəndərov kimi böyük sənətkarlardan dərs alır. Təbii və güclü səs timbrına malik olan gənc Səməndər ilk kurslardan etibarən televiziya və radioda çıxış etməyə başlayır. Onun istedadı rejissor Tofiq Kazımovun da diqqətindən yayınmır. Shakespeare'in Hamlet əsəri Akademik Dram Teatrında səhnəyə qoyularkən Səməndər Rzayevin ifası rejissoru heyran edir. Bu tamaşadan sonra o, rəsmi olaraq dram teatrına qəbul olunur. Teatr səhnəsində həm komik, həm də dramatik obrazları böyük ustalıqla canlandırır. Amma onun yaradıcılığı təkcə teatrla məhdudlaşmır. O, kino sahəsində də unudulmaz rollar yaradır. Bəyin oğurlanması, Oynamaq lazımdır. Nətər oynayaq? Səs oyanla gəlir. Çalgıçılar da burada oturur. Ay, nə tafot var ha bunun. Buradan eşit, buradan da oyna da. babamızın babasının babası, ad günü, Yeganə arzum budur ki, hamısı bir yana qalsın. Nəsimi, O vaxtdan mənəm Şirvanşah, İbrahim əvvəl. Babək, Yoxdur. Ey vay zamanı, od içində, ey çərxi gərdun. Dedin yığ cemaati başına, torpağına şərik elə dinmədim, dedim fitilbörkə. bağ mövsümü, evlənmək istəyirəm, evləri köndələn yar kimi filmlərdə və Mozalan satirik jurnalında özünə məxsus obrazlarla yadda qalır. Bu xalqda gündən günə qudurub başa çıxır. Hər qorqoduq da özün adam yerinə qoyur. Sür gedək. Nə qoyub, nə axtarırsan? Dünyanın işinə bax gör, məni nə ilə təbrik edirlər. Tüttürüyün. Nətər olur ha bu? Ələmdar müəllim Bolqarıstanda məzuniyyətdədir. O sənin atanla dünən necə nerede oynaya bilər də? Səməndər Rzayev Ağsuda bir toyda tanış olduğu Südabə adlı xanımla ailə qurur. Onların bir qızı və bir oğlu olur. Ailə Bakıda bir otaqlı mənzildə yaşayırdı. Zaman keçdikcə aktyorun səhhətində problemlər yaranmağa başlayır. 1985-ci ildə qastrol zamanı vəziyyəti daha da ağırlaşır. Həkimlər ona qaraciyər sirrozu diaqnozu qoyurlar. Lakin o bu xəstəliyi ailəsindən gizlədir. Azdramada Sizi deyib gəlmişəm tamaşasında Xudayar bəy obrazını canlandırarkən tərəf müqabili Səidə Quliyeva ilə maraqlı bir an yaşayır. O, səhnə zamanı Səidiyə pıçıldayır. Səidə, ölürəm, yola ver, məni vurma, yıxılacağam, halım pisdir. Tamaşadan sonra vəziyyəti daha da ağırlaşdığı üçün xəstəxanaya aparılır. Lakin 2 gün sonra o yenidən səhnəyə qayıdır.
Közərən ocaqlar tamaşasında oynamaq üçün xəstəxanadan birbaşa teatr səhnəsinə çıxır. Bu onun son çıxışı olur. Və nəhayət, 1986-cı il martın 7-sində cəmi 41 yaşında böyük aktyor həyatla vidalaşır. Çox mübarək subaylar üçün olsun. Hoş geldiniz. Hoş geldiniz. Təbrik edirəm, şirin hədiyyəsini buyur. Çok sağ olun. Çok sağ olun Hidayət müəllim. Amma Səməndər Rzayev bu dünyadan getsə də, onun səsi, baxışı və yaratdığı obrazlar Azərbaycan incəsənətində əbədi yaşayır. Əgər bu cür unudulmaz sənətkarların həyat hekayələri, maraqlı faktlar və tarixi videolar sizi maraqlandırırsa, kanalımıza abunə olmağı unutmayın.